Böyrək köçürmə əməliyyatı xroniki böyrək xəstəliyinin son mərhələsində olan xəstələrə aparılır. Xroniki böyrək xəstəliyi nə deməkdir? Böyrək funksiyalarını yavaş-yavaş xroniki şəkildə itirir. Çox təəssüf ki, xroniki böyrək xəstəliyinə gətirən xəstələrin çoxunda ağrı olmur. Ağrısız gedir bu xəstəlik. Ona görə də insanların çoxu ağrı olmadığına görə məndə böyrək xəstəliyi yoxdur deyə rahat olurlar. Amma bizə müraciət etdikdə artıq böyrək funksiyalarına biz müayinəsini apardığımız zaman və artıq görürük ki, artıq irəliləmiş böyrək xəstəliyi var. Buna biz xroniki böyrək xəstəliyi deyirik. Xroniki böyrək xəstəliyinin son mərhələsində biz artıq böyrək köçürmə əməliyyatı aparırıq. Burada iki müalicə üsulu var. Böyrək köçürmə əməliyyatları və hemodializ. Xroniki böyrək xəstəliyinin ən yaxşı müalicə üsulu böyrək köçürmə əməliyyatlarıdır. Böyrək köçürmə əməliyyatları aparılması üçün birinci şərt xəstə və ona böyrək verən donorunun olmasıdır. Hal-hazırda Azərbaycanda olan qanunlara görə biz yaxın qohumlardan, canlı donordan bir böyrəyin almaqla xəstəyə, yəni resipiyentə əməliyyat vasitəsi, cərrahi əməliyyat vasitəsilə böyrək köçürmüş oluruq. Bu əməliyyatdan öncə xəstələr müayinələrdən keçirilir. Müayinələri də transplantasiya ilə, yəni böyrək köçürmə ilə məşğul olan nefroloqlar tərəfindən aparılır. Eyni zamanda nefroloqlar yanaşı həkimlərdən də, yəni infeksiyon xəstəlikləri araşdıran infeksiyonistlərdən, ağciyər xəstəliklərini araşdıran pulmonoloqlardan, mədə-bağırsaq xəstəliklərini gastroenteroloqlardan, eyni zamanda uroloji xəstəliklərini araşdıran uroloqlardan, şəkərli diabet varsa endokrinoloqlardan və bir sıra başqa ixtisaslardan da konsultasiyalar almış olurlar və sonunda bütün bunlar toparlanır və müayinələr nəticələri araşdırılır. Müayinələr nəticəsində aşkar olunur ki, bu xəstəyə bu donordan böyrəyi köçürmək olarmı, olmazmı? Və ümumi nefroloji və transplantoloji qərar çıxdıqdan sonra bu xəstəyə artıq cərrahi əməliyyata hazırlayırıq və böyrək köçürmüş oluruq.